Nazirlər Kabineti ötən həftə attestatların verilmə qaydasında bəzi dəyişikliklər etdi. Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva bu dəyişikliklərdəki bəzi qaranlıq qalan məqamları şərh edib. O bildirib ki, attestatda illik qiymət elə əvvəlki qaydada qeyd olunacaq. Yeni attestatlarda buraxılış imtahanlarının nəticələri isə balla yazılacaq. Bilirsiniz ki, Dövlət İmtahan Mərkəzi bu ildən, yəni kurikulum tətbiq olunan kurikulum islahatına keçid artıq 9-cu ildir və bu ildən buraxılış imtahanlarının keçirilməsi qaydalarına dəyişiklik olunur. Həmin qaydalara əsasən buraxılış imtahanları 100 ballıq sistemlə qiymətləndiriləcək. Nazirlər Kabinetinə müvafiq qərarında qeyd olunmuşdu ki, buraxılış imtahanı nəticələri də attestatlarda, yəni təhsil sənədlərində əks olunmalıdır. Bunu təmin etmək üçün bilirsiniz ki, məktəblərdə qiymətləndirmə hal-hazırda 5 ballıq sistemləndir, imtahan isə 100 ballıq sistemdən qiymətləndirilir və imtahan qiymətinin də attestatda artıq öz əksini tapması nəzərdə tutulur. Yəni şagirdin hər bir fənn üzrə bütün fənlərdən illik qiymətləri yazılacaq attestatlarında və imtahan fənlərindən, yəni buraxılış imtahanı verdiyi fənlərdən də imtahan balı öz əksini tapacaq.